Salam, hər vaxtınız xeyir, dəyərli izləyicilər. Ədəbiyyat fənni üzrə hazırladığım sınaqdan bir neçə sualın izahını bu videoda təqdim eləyəcəm. Qeyd edeyim ki, sualların hazırlanmasında 2026-cı il üçün tərtib olunmuş MİQ çərçivə sənədindən istifadə olunub. Yəni, orada yeni əlavə olunmuş əsərlər ki var, həmin əsərlərdən bir neçəsi bu suallarda deməli qarşınıza çıxacaq. Əgər həmin əsərləri oxumusunuzsa, videonu dayandıraraq sualları oxuyub cavabını özünüz tapsanız, daha sonra izahını izləsəniz sizin üçün daha faydalı olar. Keçək birinci sualın izahına. Deməli, aşağıdakı variantlardan hansı doğru yanlış olma baxımından digərlərindən fərqlənir? Bu tip sualları işləyəndə əvvəlcə doğru və yanlış fikirləri işarələyirik. Daha sonra fərqli olan biri hansıdırsa, həmin variant bizim cavabımız olur. A variantında deyilir ki, Cəlil Məmmədquluzadənin müxtəlif janrlarda olan əsərlərində eyni adlı obrazlara rast gəlmək mümkündür. Cəlil Məmmədquluzadənin Qurbanəli bəy novellasında və Anamın kitabı tragikomediyasının hər ikisində Mirzə Həsən adlı obraza rast gəlmək mümkündür. Deməli, ən azı bu obrazı nümunə gətirmək olar ki, müxtəlif janrlarda olan əsərlərində eyni adlı obraz var. Bu doğru fikirdir. Sonra, 7 ölkəyə hökmdar olan İskəndər 3 alimə nəsihətnamə yazdırır. İskəndərnamə əsəri əsasında olan fikir. Deməli, İskəndər bəli 7 ölkəyə hökmdar olur, amma həmçinin 3 alimə nəsihətnamə yazdırır. Bu 3 alim, deməli, Sakrat, Platon, bir də Aristotel olur və onu da qeyd edək ki, İskəndər sarayına 7 alimi dəvət edir, amma onlardan 3-ünə nəsihətnamə yazdırır. Ona görə bu fikir doğrudur. Müxəmməs və təxmis üçün ortaq olan cəhətlərdən ən azı biri qoşma üçün də ortaq ola bilər. Deməli, müxəmməs və təxmis bildiyimiz kimi hər ikisi 5-lik şeir şəklidir. 5 misradan ibarət olur. Bunlar üçün ortaq cəhətlər çoxdur. Məsələn, lirik növdə yazılmaları, çox mənli şeir şəkli olmaları, ondan başqa deyə bilərik ki, əruz vəznində yazılmaları ortaq ola bilər. Amma qeyd eləyək ki, müxəmməs həm də heca vəznində də yazıla bilər. Təxmis isə əruz vəznində yazılır. Yəni, əruzda yazılmaları ortaq ola bilər. Şeir vahidinin bənd olmaları ortaq ola bilər. Şeir şəklinin 5-lik olmaları həmçinin. Deməli, bu cəhətlərdən ən az biri dedik, qoşma üçün də ortaq ola bilər. Məsələn, lirik növdə yazılması, bundan əlavə şeir vahidinin bənd olması, ən az 2 dənə ortaq cəhət göstərdik. Deməli, doğru cavabdır. Alı kişi qolundakı obrazlardan biri Mir Cəlalın Bir Gəncin Manifesti əsərindəki obrazlardan biri kimi yanlış qərarın qurbanı olur. Alı kişi qolundakı obrazlardan olan Alı kişi, deməli, İlxıdan ən yaxşı atları seçməsinə baxmayaraq, belə deyək, Həsən xan tərəfindən cəzalandırılır. Eyni zamanda Mir Cəlalın Bir Gəncin Manifesti əsərindəki bahar obrazı da, belə deyək, doğru danışmasına baxmayaraq, amma deməli, sahibi tərəfindən, xazeyni tərəfindən küçəyə atılır və donaraq ölür. Burada isə Alı kişinin gözləri çıxartdırılır. Yəni, hər ikisi yanlış qərarın qurbanı olur, fikri doğrudur. Qanlı Daş əfsanəsinin personajlarından biri sıxışdırıldığı üçün vətənin igidlərinin həqiqi ünvanını düşmənə xəbər vermək məcburiyyətində qalır. Bildiyimiz kimi bu əsər də Alı kişi qolu kimi proqrama yeni əlavə olunmuş əsərlərdəndir. 6-cı sinif dərsliyində öz əksini tapıb hər iki əsər, həm Alı kişi qolu, həm də Qanlı Daş əfsanəsi. Deməli, bu əsərin qəhrəmanı olan Sona adlı bir qadın obrazı var ki, düşmən hücumu zamanı düşmən mühasirəyə alanda deməli, igidlərin yerini öyrənməyə çalışır, xalqı mühasirəyə alır və onların yerini öyrənməyə çalışır. Sona baxmayaraq ki, sevdiyi də həmin igidlərin sırasındaydı, amma onların ünvanını vermir. Yəni, onları qəsdən aldadaraq aparır ki, igidlərin yerini deyəcək, amma onları bir sıldırım qayanın dibinə sıxışdırır və belə deyək, düşmənə tələ qurur. Nəticədə isə özünü qayadan ataraq intihar eləyir, amma buna baxmayaraq vətəni düşmən əlinə keçməsinə icazə vermir. Vətənin igidlərinin düşmən əlinə keçməsinə icazə vermir. Deməli, burada yazılana baxsaq, həqiqi ünvanını xəbər vermək məcburiyyətində qalır, səhv fikirdir. Çünki həqiqi ünvanını xəbər vermir. Onları aldatmaq üçün yalanan bir hiləyə əl atır. Bu yolla da xilas eləyir. Deməli, Y variantı yanlışdır, digərləri doğru fikirlərdir. Cavabımız olur Y variantı. İkinci suala baxaq. Su həsrəti əfsanəsi ilə bağlı yanlış olan hansı fikir İlyas nağılı üçün doğrudur? Bu iki əsərə də biz 6-cı sinif yeni ədəbiyyat dərsliyində rast gəlirik. Deməli, biri əfsanə, digəri nağıl janrındadır. Aid olduğu janrın əfsanəvi qüvvələrin iştirak etdiyi nümunələri var. Bildiyimiz kimi, əfsanə janrının, deməli, əfsanəvi qüvvələrin iştirakı ilə olan növləri var. Təbii ki, orada əfsanəvi qüvvələr iştirak edə bilir. Eyni zamanda
Nağılların da deməli sehirli olan növündə, sehirli nağıllarda əfsanəvi qüvvələr iştirak edə bilir. Bu ortaq cəhətdir. Bizə isə lazımdır. Bu əfsanə üçün yanlış, amma bu nağıl üçün doğru fikir olsun. Bu hər ikisi üçün ortaqdır deyə bunu çıxırıq. Epik növdə yazılmasına baxmayaraq təkkiyə aparıcı deyil. Epik növdə yazılıb hər ikisi və hər ikisində də təkkiyə aparıcıdır. Bu fikir heç birinə aid deyil. Düşmən hücumu baş verdiyi üçün çətinliklə qarşılaşan obrazlara rast gəlmək mümkündür. Su həsrəti əfsanəsində də bəli, deməli işğalçılar kərvan dəstəsini öz belə deyək, qarşılarına qataraq aparırdılar və orada da deməli düşmən hücumundan əziyyət çəkən insanlar görə bilirik. Biz burada bir gənc və bir qız obrazını görürük. Demək, digər əsərdə də İlyas nağılında da biz obraz görə bilirik, hansı ki əsərin sonlarına yaxın padşah İlyasa sual verir ki, sən əslində kimsən? İlyas da deyir ki, mən şəhərə hücum zamanı, düşmən basqını zamanı əsir düşmüşdüm və belə olur ki, deməli İlyas əslində bir tacirin yanında qul olaraq işləyir. Deməli düşmən hücumu zamanı əsir düşür və satılır. Belə olur. Düşmən hücumu zamanı çətinliklə qarşılaşan obraz kimi onu da təqdim etmək olar. Hər iki əsərdə belə obraza rast gələ bildik. Deməli bu da hər ikisi üçün doğrudur. D variantında deyilir ki, yazıldığı janrın məzmunca 3 müxtəlif növü var. Bildiyimiz kimi əfsanələrin məzmunca 4 növü var. Etnonimik əfsanələr, kosmogonik əfsanələr, toponimik əfsanələr, bir də zoonimik əfsanələr. Nağıllar isə 3 müxtəlif növə bölünür. Ailə məişət nağılları, sehirli nağıllar, bir də heyvanlar haqqında nağıllar. Deməli bu birincisi üçün yanlış fikirdir, ikincisi üçün doğru fikirdir 3 növü olması. Cavabımız olacaq D variantı. Hər ehtimal Y-yə də baxaq. Əsərdə ona ünvanlanan suallara düzgün cavab verməyi bacaran ağıllı obraza rast gəlmək mümkün deyil, deyir. Deməli, su həsrəti əfsanəsində rast gəlmək mümkün deyil. Bura üçün doğrudur. İlyasın nağılı üçün yanlışdır. Çünki bu əsərdə İlyas obrazı var ki, müxtəlif suallara ağlı sayəsində düzgün cavab verməyi bacarır. Deməli, burada tərsinə birinci əsər üçün doğru, ikinci əsər üçün yanlış oldu fikir. Cavabımız oldu gördüyümüz kimi D variantı. Üçüncü, sonuncu sualın da izahına baxaq. Belə sualların, sınaqların izahını görmək istəyirsinizsə və hansı mövzularda suallar tərtib olmasını istəyirsinizsə də yaza bilərsiniz. Növbəti izahlarda nəzərə alıb ona uyğun suallar tərtib edib sizlə bölüşərəm. Üçüncü sualda deyilir ki, aşıq deyər bir nazlı yar var imiş, eşqindən odlanıb yanar var imiş, bir sazlı sözlü şəhriyar var imiş, odlar sönüb onun odu sönməyib, fələk çönüb onun çağı çönməyib. Deməli, Heydər Babaya Salam poemasından verilən bir nümunə var qarşımızda. Bunun haqqında doğru fikirlərin sayını tapmalıyıq. Nümunədə həm təkrir, həm də rədif işlənib. Bildiyimiz kimi, Heydər Babaya Salam poemasında hər bəndin özünə məxsus qafiyə quruluşu var və A, B, B ilk bəndini belə qafiyələsək, növbəti bəndləri C, 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 D, D, C, 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 Y, Y. Yəni, hər bəndin müstəqil qafiyə quruluşu var və sonuncu misalları bir-biri ilə həm qafiyə deyil. Bitkin bəndlərdir bu və bəndlər bir-biri ilə əlaqəsizdir. Ona görə də bu bəndləri bir-biri ilə əlaqələndirici vasitə, yəni rədif istifadə olunmayıbdır. Burada var imiş ifadələri baxmayaraq ki, qafiyədən sonra təkrarlanır. Artıq biz buna rədif yox, təkrir deyirik, yəni təkrir adı veririk. Çünki müxtəlif bəndləri bir-birinə bağlamır. Bir bəndin daxilində işlənib bunlar. Deməli, təkririn növü olan epifora sayılacaq bu. Həm təkrir, həm rədif işlənib səhvdir. Təkrir var, amma rədif yoxdur. Deməli, birinci fikir yanlışdır. Qafiyənin müxtəlif növlərindən istifadə olunsa da təzada yer verilməmişdir. Qafiyənin müxtəlif növlərinə gəlin baxaq. Yar, yanar. Deməli, burada sözlərdə cəmi 2 səs üst-üstə düşür. Buna yoxsul qafiyə deyirik. Yanar, ondan başqa. Deməli, sönməyib, çönməyib. Görürsünüzmü? Sözün çox hissəsi üst-üstə düşür. Buna isə zəngin qafiyə deyirik. Deməli, qafiyənin müxtəlif növləri var. Təzada yer verilməmişdir fikri isə səhvdir. Odlar sönüb, onun odu sönməyib. Deməli, sönüb, sönməyib, çönüb, çönməyib. Bunlar təzaddır. Ona görə də üçüncü fikir də, daha doğrusu ikinci fikir də yanlışdır. İnversiyadan başqa ən azı 3 müxtəlif bədii ifadə vasitəsinə rast gəlinir. Gəlin, silək daha rahat görə bilməyimiz üçün. Deməli, inversiyadan başqa ən az 3 müxtəlif bədii ifadə vasitəsinə rast gəlinir. Aşıq deyər, burada inversiya yoxdur, bir nazlı yar varmış, yoxdur.
eşqindən odlanıb yanar var imiş. Burada da inversiya yoxdur. Bu odlanıb feili bağlamadır. Yəni bu təsviflənən feil deyil ki, yerini dəyişsin. Bir sazlı sözlü Şəhriyar varmış. Burada da yoxdur. Odlar sönüb, onun odu sönməyib. Fələk sönüb, onun çaxı çönməyib. Deməli, inversiyadan istifadə olunmayıb. Burada deyir ki, inversiyadan başqa ən azı 3 müxtəlif bədii ifadə vasitəsi. İnversiya özü yoxdur. Amma digər bədii ifadə vasitələri varmı 3 müxtəlif? Gəlin baxaq. Var imiş. Təkrir var. Deməli, təkrirə yer verilib. Ondan başqa sönüb, sönməyib. Bayaq dedik ki, təzaddan istifadə olunub. Həmçinin eşqindən odlanıb yanar. Deməli, burada da mübaliğəyə yer verilib. Bunlar hər biri bədii ifadə vasitəsidir. Deməli, 3 müxtəlif bədii ifadə vasitəsi olsa da inversiya yoxdur. Ona görə bu fikir də yanlışdır. Müəllifin adının çəkilməsi aid olduğu janrın tələblərindəndir. Müəllifin adının çəkilməsi burada tamamilə təsadüfi xarakter daşıyır. Çünki poemanın içərisində müəllifin adının və ya təxəllüsünün işlədilməsi kimi vacib bir tələbimiz yoxdur. Bu da yanlış fikirdir. Poemanın son bəndi olan nümunə müəllifin Təbrizə səfəri zamanı yazılıb. Bildiyimiz kimi Heydər Babaya salam 2 hissəlidir. Birinci hissə deməli Tehranda, İkinci isə Təbrizdə yazıya alınıb və son bəndi olan nümunə müəllifin Təbrizə səfəri zamanı. Bu nümunə ikinci hissənin deməli sondan ikinci bəndindən ikinci hissənin sondan ikinci bəndidir. Ona görə də son bəndi dediyinə görə yanlışdır, son bəndi deyil. Amma Təbrizə səfəri zamanı yazıldığı doğrudur. 1953-cü ildə tamamlanır və 1954-cü ildə isə Təbrizdə ilk dəfə nəşr olunur. 1966-cı ildə isə poema ilk dəfə Bakıda kitabxanada nəşr olunur və dillər əzbərinə çevrilir. Yəni poema bu bənd Təbrizə səfər zamanı yazılan hissədən olmasına baxmayaraq son bəndinə aid nümunə deyil, sondan ikinci bəndidir. Deməli, Şəhriyarın adına poemanın həm birinci, həm də ikinci hissəsində rast gəlinir. Birinci hissənin deməli son bəndində, ikinci hissənin isə sondan ikinci bəndində müəllifin adına rast gəlmək mümkündür. Bu sualların izahı haqqında bu qədər. Ümid edirəm faydalı oldu. Gələn izahlarda görüşərik.